Nə bərbəzəkli adı var, nə də göz deşən reklamı. Amma şəhərin bəlkə də ən sərfəli kampaniyası burdadır. Limitsiz qanat və limitsiz lahmacun verirlər. Bunu indi Bakıda çox yer verir, amma hər yerdə bu qiymət yoxdur. Deməli, bura Asan Xidmətdən Midanın yaşayış kompleksinə düşən yolda sağda yerləşən közdönərdir. Belə kiçik xudmani bir zalı var. Amma bu kiçik zalın böyük kampaniyası var. Burada istədiyiniz qədər toyuq qanadının kababını yeyə bilərsiniz. Yanında xüsusi souslu süzmə, turşu, soğança, balaca kola və çörəklə servis olunur. Bir nəfər üçün qiymət 14 manatdır. Şəhərdə çox yerdə 15-ə, 16-ya, 17-yə, 25-ə belə var. Amma burada 14-dədir. Özə tək qanat yox. Qanat və qanat dibi. Məncə sərfəlidir. Sadəcə maraqlıdır. Bunlar qanadı neçəyə alır ki, belə riskli kampaniya keçirirlər. Bir nəfər gəlib saysız hesabsız qanat yeyib, obyektin qolunu qanadını sındıra bilər. Yeri gəlmişkən bu setdə limitsiz olan sadəcə qanaddır. İçki və məzələr bir dəfəlik verilir. Bir oturma nə qədər qanat yeyə bilərsən? Yasamalın yeməkdə sərhəd tanımayan gəncləri Allah şahidi. Əti çox yaxşı marinə etmişdilər. Bizsə kababdan yedikcə digər qanatlar da uça-uça özünü yetirirdi. Yer gəlmişkən məkanda limitsiz lahmacun da verilir. Sadəsi 10, pendirlisi 12 manatdır. Yanında soğanı və kolası da olur. Bir nəfər 10 manata yeyə bildiyi qədər lahmacun ala bilər. Amma yalnız məkanda, götürüb aparmaq yoxdur. Kampaniya bazar günü istisna, həftə içi günorta saat 2-dən onun yarısına qədərdir. Yasamalın limitsiz qanat və lahmacun məkanını yadda saxlayın, lazım olacaq. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.